Salam değerli tələbələr. Bugün biz baxacağıq 16 mart 2025-ci il tarixində keçirilmiş məntiqdən mövzu sınağına. Sınaq adı mövzu sınağı olsa da əhatə edilən suallar qəbulda istifadə olunmuş, yaxud da ki, DİM-in tez-tez müraciət etdiyi öz kitablarından müxtəlif nəşrlərinə saldığı suallardır. Vaxt itirmədən keçək sualların izahını. Birinci sual şifrələr bölməsinə aid edən bir sualdır. Bu sualda tapmaq üçün, daha doğrusu sürətli tapmaq üçün baxacağım bizdən nə istəyir. Ən axırıncı sətirdə. Onlar onu gözləyirlər. Gəlin hər bir sözün şifrəsini saq. Onlar sözüm həm 1-də var, həm 2-də var, həm 4-də var. Baxıram ki, həm 1, həm 2, həm də 4 ro hecasından başlayır. Artıq bilirəm ki, ro onlar deməkdir. Deməli, onlar onu gözləyir, ro ilə başlayacaq. Onun sözün şifrəsini tapmaq çətindir. Niyə? Çünki onun söz cəmi bir yerdə işlənib. Onu da tapmağın biraz vaxt ala bilər. İndi keçirəm gözləyirlər sözünü. Tapmaq rahatdır. Həm 2-nin sonunda var, həm də 4-ün. Hər ikisinin sonunda nə var? Karmın. Deməli, ro ikinci yer boşluq buraxıram, çünki onun sözün şifrəsini bilmirəm. Yazıram karmın. Ro ilə başlasın, karma ilə qutarsın. A variantı səhvdir. Niyə? Elə ro karma var. Axı onun sözün şifrəsi verilməlidir. B variantı ro ilə başlayıb karma ilə qutarıb saxlayırım. C variantı ro ilə başlamır, səhvdir. Y variantı karma ilə bitmir deyə səhvdir. D variantı səhvdir. Niyə? Nə ilə bitir? Rımaka ilə bitir. Amma karma ilə bitməlidir. Ona görə bu da getdi. Doğru cavab qaldı B variantı. Roka karma. Açmağa çalışsaq, gör həqiqətən də onun sözünün şifrəsi kadmı? Bəli, görəcəyik ki, o. Niyə? Çağırırlar sözün. Hər ikisində var, birlə üçün. Hər ikisinin sonunda nə var? Tami. Deməli, baxın, birinci sözə baxıram. Ro onlardır. Tami çağırırlardı. Bir dənə K boşda qaldı. Bir də onu boşda qaldı. Deməli, onu da K deməkdir. Bu da roka karma. Yəni B variantı bayaq tapdığımız olur. Davam edə ikinci sualla. İkinci sual qeyri-əşkar operatorlara, əməllərə aid olan bir sualdır. Vaxt termindən üsulunu yazaq. A vurulsun B kvadratı. Yəni 5 vurulsun 2-nin kvadratı. 5 vurulsun 4 bərabər 20-yə. 4 vurulsun 3-ün kvadratı. 4 vurulsun 9 bərabər 36-ya. Bu qayda ilə gedir. Baxırıq indi sonuncu üstünə. 3 vurulsun 5-in kvadratı. 3'ü vururam 25'e. Edir 75. Doğru cevap var B variantı. Üçüncü sual devam edirik. Yine qeyri-əşkar operatordan bir sualdır. Bu sualda biraz diqqətli olmalısınız. Nə üçün? Çünki hər operatorun işi eynidir. Yəni bunun işi eyni, bunun işi eynidir. Harda olsa işləri eynidir. Amma nəzərə almalısınız ki, bunların yeri dəyişsə belə işi dəyişməz. Məsələn, kvadrat burada da eyni funksiyanı görür. Burada da, burada da. Görək nə iş görür. 4, 2, 3-dən 35 alsın. Üçbucaq deyirəm ki, yəni A, məsələn, qara üçbucaq bərabərdir A üstü 1. Yəni özündə saxlayır. A üçbucaq, məsələn, yazıram A üçbucaq bərabər nəyə? A kvadratına. Kvadrata yüksəldir. Qara kvadratda deməli A qara kvadrat yüksəldir kuba, A kubuna. Daha sonra bir saniyə. Bunlar toplanacaq. İndi baxıram burada. Qara üçbucaq nə iş gördü? Yüksəldirdi. Bir üstü 1 yazırdı. Deməli bu 4 üstü 1, yəni 4. A üçbucaq kvadrata yüksəldi. 2-nin kvadratı, yəni 4. Üstə gəlinsin. Qara kvadrat nədir? 3 kuba yüksəldir. 3-ün kubu. Nə edir? 27. Bunları toplayın 35 edəcək. Eyni şey burada yox olacaq. 1-in kubu 1-ə bərabərdir. Üstə gəlinsin. 5 üstü 1 5-ə bərabərdir. Üstə gəlinsin. Bizim 5 yazaq. 2-nin kvadratı, yəni 4. Cəmi verir mənə 10. Cavabımızı alsaq, A kvadrat, A üçbucaq var. Kvadrata yüksəldi. Meziyet 9. Üstə gəlinsin. Üstü 1 bərabərdir 3-ə. Üstə gəlinsin. Dördbucaqda kuba yüksəldir. 4-ün kubu 64. Bunları cəmləyirəm. Nə qədər edəcək? 76. Doğru cavab A variantında var. Dördüncü sualına davam edirik. Tərəzilərə aid olan sual. Çox işlənmiş sual tipidir. Ona görə çoxsuna qalmaz. Bir bu hesabı keçək. Həll etməyə. Tərəf-tərəfə toplayıram. Tərəf-tərəfə toplayanda hər dəfə bunları qarşı-qarşıya yazmağa ehtiyacımız yoxdur. Belə çıxa bilər. Məsələn, 2 dənəsi buradan gedir, 2 dənəsi buradan gedir. Ulduz və kvadrat buradan gedir, ulduz və kvadrat buradan gedir. Sağ tərəfdə nə qaldı? Bir dənə kvadrat.
Sol tərəfdə nə qaldı? Bir dənə dairə və bir dənə ulduz. Belə bir şey. Bir dənə kvadrat dairə ulduza bərabər, düzdürmü? Gəlin kvadratın yerini yazaq. Bir dənə dairə zaten özündən var. Kvadratın da yerini yazıram. Bir dənə dairə, bir də ulduz. Cavabım bu alınmalıdır. Baxıram ki, Y variantında var, işarəliyim. Rahat sualda üzərinə çox qalmıram. Davam edirəm digərinə. Hə, maraqlı bir sual. Bu suallar son zamanlar DİM-in tez-tez müraciət etdiyi sual tiplərindəndir. Yəni fikri təhlil. Demirəm, bəzən rahat ola bilər, bəzən çətin ola bilər, dəyişə bilər. Amma əsas odur ki, bunu DİM işlədir artıq. Biz də baxaq. Əli universitetə qəbul olsa tək qalacağam. Verilmiş cümlə budur. Biz də bundan nə nəticə çıxa bilər, onu tapmalıyıq. Əlinin universitetə qəbul olma ehtimalı çox yüksəkdir. Mənə demir ki, Əli yaxşı oxuyur, pis oxuyur. Deyim ki, Əli qəbul ehtimalı yüksəkdir, aşağıdır. Elə bir məlumat vermirsə, mən də ona nəticəni ala bilmərəm. Əli ilə eyni yaşdayıq. Yaş barədə bir şey deməyib. Əlinin universitetə qəbul olması mənə təsir edir. Bəli, bax bu doğrudur. Niyə? Əli universitetə qəbul olsa bu tək qalacaq. Bir növ Əli ilə bu vaxt keçirirdi, onunla deyirdi, gülürdü, dərdləşirdi, belə deyək də. Universitet qəbul olsa tək qalacaq deyə artıq onun həyatına təsir edəcək. Mənfi və ya müsbət, amma təsir edəcək. Ona görə C doğru cavabdır. Əli ilə eyni evdə yaşayır. Baxın, D cavabı çox yaxın, amma doğru deyil. Məntiq olaraq doğru. Niyə? Əgər mən birinlə münasibətim varsa, hökmən eyni evdə qalmalı deyiləm. Bu adam mənim qonşum da ola bilər, dostum da ola bilər, sirdaşım, hər bir şeyim ola bilər. Sinif yoldaşım, nə bilim, qrup hər şey ola bilər də. Məcbur deyiləm ki, evdə qalam. Bu adam çıxıb getsə tək qalacam. Amma bir evdə yaşamaq və yaşamamaq bir insanın münasibətlərinin yaxşı və pis olması təsir etmir məncə. Ona görə D variantı məntiqən tam düz deyil. Əli Universitet qəbul şəhərdən ayrılacaq. O da məntiqi nəticədir. Çünki bəlkə elə adam Bakıda qalır, əldə başqa bir qəbul olur. Şəhərdən niyə ayrılsın ki? Ona görə bu gedir. C ən doğru cavab kim qalır? Altıncı sual. Müzakirə mübahisə. Baxın, müzakirə mübahisə məna etibarilə bir-birinə yaxın olan sözlərdir. Demirəm, amma müzakirə mübahisədir. Tam yaxın mənalı deyilər, amma müzakirə nədir? Mən otururam bir şey kimləsə müzakirə edirəm. Mübahisə nədir? Müzakirənin bir level daha qızğın keçən formasıdır. Baxın, dalaşmaq mübahisə deyil. O artıq fərqli bir şey. Amma mübahisə etmək fikir mübahisə edirsən. Yəni sən öz fikrini diktə etməyə çalışırsan, digər öz fikrini səni diktə etməyə çalışır. Bunun əsasında baş verir. Bax, mübahisə budur. Müzakirə etmək hər öz fikrini stabil şəkildə deyil. Heç kimin diktəsi olmur. Amma mübahisədə yenə müzakirə var. Amma hər kəs öz fikrini diktə ilə deyir. Deyir ki, mənim dediyim olmalıdır. Məsələn, bunu diktə edir. Eyni şeydən diskussiya yenə stabil müzakirədir. Disput isə gərgin keçən müzakirədir. O görə disput bunun ən yaxşı cavabıdır. Heç disputun mənasını bilmirsiniz. Birinci dəfə görə necə tapa bilərsiniz? Mübadilə. Bir şey dəyişməkdir. Diskussiya ilə mübadilənin nə əlaqəsi var ki? Mübarizə. Bir şey uğrunda çalışmaq, vuruşmaqdır. Müzakirə, diskussiya ilə əlaqəsi yoxdur. Münaqişə. Münaqişə konkret savaş, dalaş, nə deyirsə odur. Artıq bunun diskussiya ilə əlaqəsi yoxdur. Müqayisə etmək tam fərqli bir şey. İki dənə eyni olan, yaxud da ki, eyni olmayan şeyi müqayisə edirəm. Bunun diskussiya ilə nə əlaqəsi var ki? O yüzden doğru cevap disputtu. Yedinci sualda yine bir fikir cevap tapacaq. Gəzməyə çıxaqmı? B-nin cavabı elə olsun ki, təklifdən imtina etsin. İmtina etdiyini biz başa düşək. Variant yoxlamalıyıq. Bu gözəl havada qapalı yerdə qararlarmı? Mən deyirəm gəzməyə çıxırıq, qarşı tərəf deyir, heç bu havada evdə qararlarmı? Sizə bu inkardır? Xeyr, təsdiqdir. Adam deyir ki, niyə qalıram ki, mən də çıxıram gəzməyə səninlə. Getdim. Mən də gəzməyi sevirəm. Mən deyirəm gəzməyə çıxaq, qarşı tərəf deyir, mən də gəzməyi sevirəm. Deməli bu da gəzmək istəyir. İmtina ilə bir təsdiq edir. Yerlər burdur, buzdur. Ayağımızı sürüşdürməyəcək ayaqqabılar geyək. Baxın, inkar etmir. Deyir ki, yerlər bu çıxaq, amma yerlər buz, ehtiyatlı çıxaq. İnkar etmir, təsdiq edir. Hətta daha ehtiyat olması xəbərdarlıq belə edir. Y variantı harada gəzək? Y variantı dünəndən razıdır. Sadəcə məkan alım, harada gəzsin. Y variantı imtina etməz. D variantı doğru cavabdır. Mən gəzməyə getməyə sabah planlaşdırıram. Yəni gəzməyə gedəcəm də indi getməyəcəm də sonra gedəcəm. Yəni bu artıq imtahanı göstərir. İmtina etdiyini göstərəcək. Anaqrama aid sual. 8-ci sual. Demək anaqram həll edəndə biz nəyə baxmalıyıq?
variantları, bu tip suallar edin. Çünki iki dənə sözü birləşdirib ölkə adı tapmalıyıq və biz bunu təbii ki, variantlar əsasında tapmalıyıq. Baxın, özümüzdə məsələn siz 1 ilə B deyim də, atıram 1 ilə 3-ü birləşdirib bir dənə ölkə tapdınız. Məsələn, hansı bir ölkə? Doğru ola bilərsiniz, amma 1-3 variantda yoxdursa, sizin vaxtınız və düşüncəniz boşa xərclənmiş olacaq. Ona görə varianta baxın. 2-5. Amma heç. Bundan bir ölkə adıma gəlib, Texama, nə bilim, Xeçama, bir ölkə adıma gəlmir, ağlıma gəlmir, çıxıram. Sonra qayıda bilərəm amma. 2-3. Amaort, Torama, nə bilim, Rotama falan belə bir şeylər var. Qətiyyən ölkə adı deyil. 1-6. Vets Tap. Düzdür, Tap Vets, nə bilim, bir ölkə adı deyil. 4-5. Çex var, İya var. Elə görürüm düzəlir. Baxın, tərsdən də oxuz hətta. Çexiya. Çexiya nədir? Bir ölkə adıdır. 4 ilə 5-dən alındı. Heç 3 və 6-nı yoxlamıram. Keçirəm 9-cu suala. 9-cu sual. Sualın şərtini diqqətlə oxuyun. Bildiyiniz anaqramlardan deyil. Hər sırası pozulmuş 5 sözdən 4-ündə məntiqli cümlə qurulur. Baxın, cümlə qurulur. Demir ha, məntiqə əlaqə var. Cümlə qurulur. Hərfləri isə düzəldərək bu cümləyə aidiyyəti olmayan sözü tapın. Biz görək hansı cümlə qurulur. Baxın, dəvə, karvanım, səhrada irəliləyir. A, B, C dedən bir cümlə uyğun gəldi. Meşədə sözü artıq qaldı. Deyə bilər ki, müəllim, belə də olub da. Dəvə karvanı meşədə irəliləyir. Xeyr, dəvə karvanı niyə meşədə olsun? Dəvə səhra heyvanıdır. Ona görə dəvə karvanı B-dən başlayır. Dəvə, sonra A, karvanı, D, səhrada, C, irəliləyir. Bax, bu cümlədir. Y variantı xaricdə qaldı. Maraqlı bir sual və davam edirik. 10-cu sual. 10-cu sual şəkil analizinə edən bir sualdır. Belə də ekrandan uzaqlaşdıraq daha yaxşı görünsün. Burada işləmək üçün. Bax, burada nə varsa variantda olmamalıdır. Üst-üstə işlənib A variantı səhvdir. Baxın, diaqonalların hər ikisi çəkilib. Məsələn, səhv olanları görə C variantı səhvim. Diaqonalın yarısı çəkilib. Bu çəkilib də təkrar niyə çəkilsən ki? D variantı səhvim. Aşağı diaqonallar çəkilib. Bunlar çəkilibsə ikinci dəfə ehtiyac yoxdur. Y variantı səhv. Yenə aşağı diaqonallar çəkilib. Çəkilibsə ikinciyə ehtiyac yoxdur. Ona görə Y də getdi. Qaldı bir dənə B. Hansı ki, mən doğru cavabım. Heç yoxlamıram da doğru oldu əminəm zaten. Davam et digər sualın halda. 11-ci sual. Maraqlı bir sual. Burada bu şəkillə bu şəkil müqayisə edir. Ortaq olanları çıxır. Məsələn, bu isə ortaq düzdürmü? Bundan çıxdı, yazdı bura. Bununla bunun müqayisədə ortaqlığı yoxdur ki, ikisini birləşdirək. Diqqət edin. Bu hissəni bütövlükdə burada görürəm. Bu hissəni burada görürəm. Gəlin bizdə eyni şeydir. Məsələn, bu hissə ortaq düzdürmü? Deməli, olmamalıdır, çıxmalıdır. A variantı qalıb səhvdir. D variantı qalıb səhvdir. C variantı qalıb səhvdir. E variantı qalıb səhvdir. Doğru cavab B variantı. Zaten bu hissədə ortaq çıxır. Bir bu qalmalıdır, bir də bu. Birincisi. Həqiqətən onlar qalıb, deməli doğru cavab elə B'dir. 12-ci sual fiqurların və ya işarələrin hərəkətidir. Bu sualda istənilən fiqurdan başlaya bilərsiniz. Yetər ki, doğru ardıcıllığı təmin edin. Ulduz işarəsi, sonra buradadır. Daha sonra burada. Nə baş verir? Hər dəfə bir dama, daha doğrusu əvvəlcə bir dama getdi. Sonra iki dama getdi. Baxın, buradan bura bir dama. Sonra iki dama. Daha sonra bir, iki, üç dama ilə bura gəldi. İndi bir, iki, üç, dörd dama ulduz burada görünməlidir. A'dakı kimi, B'dəki kimi, D7, Y'dəki, C'dəki kimi. Gözəl. İndi kvadratın yerinə baxaq. Yuxarıda, aşağıda. Yuxarıda, aşağıda. Kvadrat indi yuxarıda olmalıdır. A'dakı kimi, B'dəki kimi. Y getdi, S getdi. Baxıram indi ağ dairənin yerinə. Əvvəlcə burada, sonra burada, sonra burada, sonra burada. Baxın, hər dəfə saat əqrəbinin hərəkəti istiqamətində bir dama gedir. İndi ağ dairəni burada görməliyəm. A'dakı kimi. B səhv gedir. Doğru cavab olur A variantı. Davam edək 13-cü sualına. Arıcılığa aid şəkil arıcılığa aid bir sualdır. Yenə sadə sualların biri. İlk öncə, baxın, üçbucağın hər biri yuxarıdır. Y variantı səhvdir. Yana baxır. D variantı səhv aşağı baxır. B variantı səhvdir. Nə üçün? Çünki bu şəkili burada təzən vermiş olub. Axı elə bir şey yoxdur. Heç bir şəkil təkrarlanmır. Hər dəfə yenisi əlavə olunur. Qaldıq aynə siyarasında. Diqqət etsəz, bu əlavə olunub, digər hamısında görürəm. Yaxud da ki, buradakı kvadrat əlavə olunub, burada da görürəm. Bu o deməkdir ki, əlavə olunan fiqurları
Daha sonra da görməliyəm. Yaxşı, C variantında belə bir şey əlavə olunubsa, niyə sonra görmürəm mən? Demək ki, nəymiş? Əlavə olunmayıbmış. Ona görə C variantı gedir. Cavab qalır A variantı. Doğru cavab kimi analiz edəcəm. Bu bir sol. Digər sol necədir? Hər dəfə 2 dənə xətt əlavə olunur. Düzdürmü? Yəni bir xətt, iki xətt. Növbət dəfə neçə xətt görməliyəm mən burada? Yox, bu dəfə 3 olacaq deyəsən, hə. Yox, indi belə deyim, başqa cür düşünün. 2 xətt deməyək də. Mən buranı silim, daha ətrafı göstərəcəm sizə. Baxın, kvadrat içərisinə üçbucaq çəkib. İndi üçbucağın içərisinə kvadrat çəkməliyəm növbət dəfə. Çəkib. Sonra kvadratın içine üçbucaq çəkib. Üçbucağın içine kvadrat çəkib bu cür davam edir. İndi yenə üçbucağın içine kvadrat çəkməliyəm. Doğru cavab olur yenə A variantı. Bu cür də ola bilər. İstənilən cür baxa bilərsiniz. Davam etsək. Şifrələrə aid olan bir sual. Sonuncu sütuna baxıram. 2 dənə dairə var. 2 dənə üçbucaq var. Qara kvadrat təkdir. 2 dənə 5 var. 2 dənə 4 var. 3 təkdir. Artıq bilirəm ki, bax bunun simvolu budur. Qara kvadratın simvolu neçədir? 3. Burada ağ üçbucaq var. Simvolu neçədir? 5. Deməli, mənə lazım olan cavabın ortasında 3 və 5 olmalıdır. Baxın, yalnız A variantında var. Digərlərində yoxdur. Deməli, doğru cavabım A-dır və A-nı işaretləyəcəm. Davam edək digər sualına. 15-ci sualına. Deməli, 15-ci sual görəcəyim bir şeydir. Fərqli şəkil tapmaq. Fərqli şəkil tapmaq üçün ilk öncə bir dənə variantı özümə baza götürürəm. Yəni, bütün variantları həmin hala gətirim ki, hansı fərqli olacaq onu görüm. A-nı baza götürürəm. B-ni A halına salım. Yəni, düzbucağı qabaqda olsun. Düzbucaq qabaqda olsa B-nin formasını çəkirəm. Dairə arxada qalır. Ağ üçbucaq düşür aşağı. Qara üçbucaq yuxarıda qalır. Belə. Diqqət edin, A-da qara üçbucaq aşağıdaydı. Bunda yuxarıda qaldı. Deməli, A ilə B bir-birinə fərqlidir. Artıq C variantı B-yə uyğundursa A cavabımdır. İndi tutab, məsələn, Y variantı yoğunlaşma rahatdır. Düzbucağı qabağa edirəm. Dairə biraz aşağı düşür. Baxın, bunun aşağı qara var. Bu düşəcək aşağı. Ağ üçbucaq qalacaq yuxarıda. Bu cür. Diqqət etsəz, bu A ilə eynidir. Deməli, A, Y, D, S eyni fiqurdur. D isə bunlardan fərqlənir. Ona görə doğru cavabım olacaq B. Fərqlənən şəkildə. Zaten A ilə B bir-birinə fərqlidir. Arkadaşlar variantlardan hər hansısa biri A-ya və B-yə uyğun gələrsə, avtomatik digəri cavabım olur. Davam edirik digər sualına. Yəni 16 ilə. Bir aşkar operatör sualı. Əvvəlcə mötərizənin için. X-in yerini yazıram 2-də 1. Y-in yerini yazıram 4. Gəlin X, Y cəmini istəyir. Mən də cəmliyim. 2-də 1 üstə gəlinsin 4. Nəyə bərabərdir? 4 tam 2-də 1. Bu 4 tam 2-də 1, 4 onda 5 deməkdir. 4 onda 5 2-dən böyükdür. Deməli, bununla gedəcəm. 2x çıxılsın y. Yəni, 2 vurulsun, x-in yeri yazmışam 2-də 1, çıxılsın 4. İxtisar getdi, qaldı 1. 1 çıxılsın 4, bərabər mənfi 3-ün. Deməli, mötərizəni tapdım, mənfi 3. İndi mənfi 3, x-in yerinə mənfi 3 yazıram, y-in yerinə 2. Cəmini hesablayaq. Mənfi 3 üstə gəlinsin 2. Bərabərdir mənfi 1-ə. Mənfi bir 2-dən kiçik bərabərdir. Demək, bununla getməliyim. Yəni, 3 vurulsun y, yəni 2, üstə gəlinsin 2 vurulsun, mənfi 3. 3 2-yə vuranda 6, 2-ni mənfi 3-ə vuranda mənfi 6. 6 çıxılsın 6, bərabər 0-a. Doğru cavabım 0, bu da var A variantında. Cavabı tapmış olduq. Keçirik 17-ci suala. Qeyri-aşkar operator aydın bir sual və bu cürdür. A kvadratı çıxılsın B kubu. Ümumi qaydası. Məsələn, 6-nın kvadratı 36, 3-ün kubu 27. 36 çıxılsın 27 bərabər 9-un. 9-un kvadratı 81, 4-ün kubu 64. 81 çıxılsın 64 bərabər 17-yə. Nəhayət cavabım 12-nin kvadratı 144, 5-in kubu 125.
Fərqi bərabər nəyə? 19-a. Doğru cavab 19. Bu da A variantı. Davam edir 18-ci sualla. Rahat suallardan biri. Plus operatoru şəkli tərsinə çevirir. Dairə operatoru üzərinə plus abidi. Heç bir şey etmirəm. Sadəcə pəncərə əlavə edeyim. Əvvəlcə dairə operatoru. Şəklə bir plus əlavə edəcəm. Sonra plus operatoru tərsini çevirəcəm. Tərsini çevirəndə bu hal alır. Baxın, bu olmaz. Çünki ilk öncə, bax, bu şəkil görürsünüz, qaran şəkil necədir? O cürdə qalmalı. Bu cür olmaz, bu cür olmaz, bu cür olmaz. Ya Y, ya C, ya da Y'dir. C-nə baxın, birisi doğru qoyulmuyor. O görə C səhvdə qalır Y variantı. Bu cür düşünə bilərsiniz. Çox da dərinə getmədən hətta. 19-cu sual. Sudokuya aid olan bir sualdır. Baxaq, ilk öncə ortadakı blokdan başlayıram. Bura 3, 3, 3, 3 yaza bilmərəm. Çünki sətirdə var. Deməli 3 buradaymış. Gözəl. Baxın, bu bloka, bunu mütləq ki 4 yazmalıyam, düzdürmü? Buraları yaza bilmərəm. Çünki üstündə var. Deməli 4 buradaymış. Bu bloka qayıdıram. Bura 4 yaza bilmərəm. Üstündə var. Yaza bilmərəm. Üstündə var. O halda 4 burada. Nə qaldı? 2 və 5. 2-ni bura yaza bilmərəm. Çünki üstündə var. Deməli 2-ni bura yazmalıyam. 5-i bura. Sətrə fikir verin. 3, 2, 4, 5. Qalıb bir dənə 1. 2, 1, 4. Blokda nə yoxdur? 3 və 5. Bura 3 yaza bilmərəm. Çünki sətrimdə var. Deməli, bura 5-dir. Bura 3. Bu sətrə fikir verirəm. 3, 4, 5 var. 1, 2 yoxdur. Bura 2 yaza bilmərəm. Çünki üstündə var. Deməli, bura 1-dir. Bura 2-dir. Baxıram bu üstünə. 1, 4, 3 var. Nə çatmır? 2 ilə 5. Hələ ki saxlayayım. Burada həmsin saxlayayım. Baxın bu üstünə. 3 var, 1 var, 5 var, 4 var, 2 yoxdur. İndi baxıram bura yenə. 1, 3, 4 var, 2, 5 yoxdur. Bura 2 yaza bilmərəm. Çünki sətirdə var. Deməli 2 buradadır, 5 burada. Əla, bunu tapdıq. Sonra, məsələn, bu bloka fikir verək. 1, 2, 3 var. 4 və 5 yox. Bura 4 yaza bilmərəm. Çünki sütununda var. Deməli, bura 5-dir. Bura 4-dür. Sütuna fikir verək. 5, 2, 1, 4 var. 3 yoxdur. Baxıram sətrə. 3, 2, 4 var. 1 ilə 5 yoxdur. Bura 5 yaza bilmərəm. Çünki üstündə var. Deməli, 5 buradaymış, 1 burada. A ilə B-nin cəmini soruşur. 5 ilə 1-in cəmi bərabərdir 6-ya, hansı ki B variantında var. Davam edirik digər sualla. Libretto uşaqlar operanın ssenarisidir. Opera ssenarisi mətndən ibarət. Yəni librettonun əsas qaynağı belə deyim də mətndir. Librettodan bizim gözümüzə dəyən şey mətindir. Çalğı varsa, çalğıdan bizim qulağımıza dəyən şey nədir? Musiqidir. O görə doğru cavab A variantı. Bəstəkardır, notdur, mahnıdır, mövzu tamamilə fərqli şeylərdir. Hətta bu sualın cavabı çox rahatdır. Çünki musiqidən başqa heç bir uyğun gəlmir. Bu cürdə baxmaq olar. 21. Yenə bir fikir sualı. Bir futbol məktəbinin girişində asılmış. Sən bu futbol məktəbinə gətirən, səni bu futbol məktəbinə gətirən sənin bacarığındır. Səni burada saxlayacaq şey isə sənin xarakterindir. Şüarı, şüarı ilə ifadə edən fikir hansıdır? Gəl şüara başa düşək. Şüar deyir ki, sən kim olursan ol, əgər bacarığın varsa, mən səni futbol məktəbinə götürəcəm. Amma sənin kimliyin, yəni xarakterin məktəbdəki gələcəyi müəyyənləşdirəcək. Sən burada qalacaqsan, yoxsa qalmayacaqsan. Təbii ki, sən nə qədər bacarıqlı olursan ol, xarakterin pisdirsə, heç bir yer tuta bilməzsən. O görə də biz bu fikri tapmalıyıq. A variantı. Futbol məktəbinə qəbul aparılarkən bacarıqla yanaşı şəxs keyfiyyətinə nəzərə alınır. Xeyr. Səni bu futbol məktəbinə gətirən sənin bacarığındır. Şəxs keyfiyyətinə baxıb heç kim səni futbol məktəbinə götürmür. O bax, bu şəxs keyfiyyəti fərqli yerdə dövrəyə girir. Futbol çox əmək tələb edir. Belə bir fikir verməyib bizə. Futbolçuların şəxsi keyfiyyətləri onların məktəbləri gələcək təsir edir. Bəli, C variantı doğrudur. Əgər sənin şəxsi keyfiyyətlərin yaxşıdırsa, məktəbdə qalırsan. Yox, pisdirsə, nəinki məktəbdə, həyatda belə qalmısan. Futbolçuların fiziki keyfiyyətləri ilə yanaşı, baxın, nə fizikdən danışır, nə də psixolojidən danışır. Sadəcə şəxsi keyfiyyət, yəni xarakterdən, bir də bacarıqdan. Bacarıqla fiziki keyfiyyətin əlaqəsi var, amma belə möhtəşəm əlaqəli deyillər. Futbol məktəbini Y variantını oxuyuram. Məzunu olmaq peşəkar futbolçu olmaq üçün kifayət etmir. O
Fikir barədə bir şey deməyib. Demək ki, məzuniyyətdən danışmır, futbolçuluqdan danışmır. Sadəcə məktəbə qəbul olmamaqdan danışır. Ona görə bu gedir zaten C doğru cavabımız idi. 22-ci sual uzatmadan oxşar olanları seçir. Baxın, bu hissələr oxşardır. Seçib yazıb. İndi məndə oxşar hissələr biri budur, düz xətt. Bir də ki, ortadakı xətt. Bu cür yazıram. Bu variantda A da var. Göstərirəm onu, götürürəm. 23-cü suala baxırıq. Bir dənə sudoku. Sual içərisinə odaqlanıb test tapmağa çalışaq. Baxıram ki, bu sətirdə nə yoxdur. Bir blokda 1, 3, 5 var, 2, 4 yox, 6 yoxdur. Bura 4 yaza bilmərəm, 4-ü məcbur buraya yazmalıyam. Qaldı 2 ilə 6 saxlayaq. Bu bloka fikir verirəm. 1, 3, 4 var, 2, 5, 6 yoxdur. 2-ni buraya yaza bilmirəm, çünki üstündə var. 2 buradadır. Qaldı nə? 5, 6. 5-i buraya yaza bilmirəm, çünki sətirdə var. Deməli 5 buradaymış, 6 burada. Bunu da yazdıq. Sütuna fikir verin. 5, 6, 1, 2, 3, 4 yoxdur. Bloka fikir verək. 1, 2, 3, 4 var, 5, 6 yoxdur. Bura 5 yaza bilmirəm. Çünki sətirdə var. Deməli 5 buradaymış, 6 burada. Fikir verək sütuna. 3 var, 2 var, 5, 6 var. 1, 4 yoxdur. Bura 4 yaza bilmirəm. Sətirdə var. Deməli bura 1 imiş, bura 4. Baxıram indi bu sətrə. 3 var, 2 var, 1 var. Nə yoxdur? 4, 5, 6. Bura 5 yaza bilmərəm. Baxın, bura 4 yaza bilmirəm. 4'ü buraya yaza bilmirəm. 4'ü buraya yaza bilmirəm. Üstündə var. 4'ü buraya yaza bilmirəm. Üstündə var. 4'ü məcbur buraya yazmalıyam. Məsələn, sual hekayəsini bizdən tapmaq istəyirdi. 4'ü tapdım, işarəliyim. Qalan lazım deyil. Boş oldu, dolu qaldı. Hətta cavabı tapmışam. 23. A, B, C, D, E və F marafon yarış iştirakçılarıdır. Finişə A, D-dən öncə, C-dən sonra çatdı. Yəni bir öncə. Deməli, finişə ilk öncə mənə verir ki, A D-dən öncə çatdı, C-dən sonra çatdı. Belə bir şey var. Y isə A və B-dən tez çatdı. Kənarda yazım ki, Y tez çatdı nədən? A-dan B-dən. B ilə C eyni anda çatıblar. Baxın, B ilə C bir yerə çatıblarsa, Y B-dən böyük deyildi. Deməli, belə yaza bilərəm də mən. Y bunun həm B-dən, həm C-dən böyükdür. Zaten B ilə C eyni andadırsa, B həm A-dan, həm D-dən böyükdür. D-ni F-dən tez çatdığı məlumdursa, D də F-i keçib. Baxın, belə olub vəziyyət. Finişə ən tez və ən gec çatan yarışlar kimlərdir? Ən tez çatan Y-dir, ən gec çatan F-dir. Məsələn, sxemimiz hazırlaymış Y, F, C variantı. Başqa bir şey soruşmur, ona görə davam edirəm. 25-ci sual ağ-qara cəmidir. Artıq şifahi deyəcəm bunu. Baxın, ağla qaranın cəmi ağ verib. Baxıram ki, harda var elə bir şey, mənim cavablarım arasında yoxdur elə ki. Sonra gəl buradan yazaq. Ağ üstə gəlinsin qara, bərabərdir ağ. Sonra qara ilə ağın cəmi ağ verib. Qara üstə gəlinsin ağ, bərabərdir ağa. Sonra ağla ağın cəmi qara verir. Ağ üstə gəlinsin ağ, bərabərdir qara. Bir də qara, qara, qara verib. Qara üstə gəlinsin qara, bərabərdir qara. Bunları yazdıq. Keçelim cavaba. Qara ilə ağın cəminə verməlidir mənə. Ağ verməlidir. Deməli, xaricim ağ olmalı. C gedir, Y gedir. Daxilə baxıram. Qara ilə qaranın cəmi qara verməlidir. Ən daxilim qara qalmalıdır. B getdim. Orta hissə ağla ağın cəminə verir mənə. Qara verir. Deməli, orta hissə qara qalmalıdır. D variantı ağ saxlayıb səhv edib. Doğru cavab qaldı A variantında. Arıcıllıq sualı vaxt itirimədən keçək. 16'nın üzerine yarısına gelip 8'i edip 24. 24'ün üzerine yarısına yani 12 geleceğim 36. 36 üzerine yarısı 18 geleceğim 54. 54'ün üzerine yarısına 27'ni geleceğim ne edecek 81. Bu da var A variantında. 27-ci sual maraqlı və çətin bir qanuna yoğunluq. Baxaq. 3'dən 16'ya gəlmək üçün 3'ü vuracağım 4'ə etdi 12. Üstə 4 gələndə 16. 16'nı vuracağım 3'ə 48. Üstə 3 gələcəm 51. 51'i vuracağım 2'yə 102. Üstünə 2 gələcəm 104. İndi 104'ü vuracağım 1'ə 104. Üstünə 1 gələcəm. Nə edəcək? 105. Deməli A oldu 105. B-ni tapaq. 5'dən 6'ya gəlmək üçün 5'i vururam 1'ə 5. Üstünə 1 gəlirəm 6. 6'nı vururam 2'yə 12. Üstə 2 gəlirəm 14.
14'ü vururam 3'ə 42, üstə 3 gəlirəm 45. Nəhayət 45'i vururam 4'ə 180, üstünə 4 gəlirəm 184. Deməli B də bərabər 184-ə. Məndən AB cəmini istəyir. Bu da 289 Y variantı. Maraqlı və çətin bir sualdır. Cavab belə. 28-ci sual tərəzini tapmaq. Şərt nə deyir? 1-dən 7-yə qədərdir. Əla. 1, 2, 3, 4, 5, 6 və 7. Davam edirik. Ən çox həmişə deyirəm ki, çoxluq hardasa ora baxmalıyam ki, bir fikrim yaransın. Baxıram ki, 3-cü tərəzidə 6 dənə A var. 1, 1, 1, 1 yazırım. Nə etəcəm? 6. 6-dan ağır nə var? Yalnız 7 var. Bu şərtlər daxilində. O halda D olur 7, A olur 1. Gözəl. Gəlin F tapaq. F tapmaq nisbətən rahatdır. F'in yerinə 3 yazsam nə edir? Cəmi 6. 6-dan ağır 7 var. 7-ni işlətdim. Deməli F3 ola bilməz. Çox bəsit. F3 ola bilməz. F1 də ola bilməz. Çünki 1 də tapmışam. F olmalı 2. Bu mütləqdir. 2 ilə 2-nin cəmi 4. 4-dən ağır nə var? Yox, 4-dən ağır bu sualda həm 5 var, həm də 6 var. Gəlin bura. Y bir dəfə 5 deyirəm, bir dəfə 6. A neçə idi? 1 idi. 1, 1. Y'nin 5 olması üçün C 3 olmalıdır. Y'nin 6 olması üçün C 4 olmalıdır. 1, 1-in cəmi 2, üstünə 4 gəlirəm 6, üstünə 3 gəlirəm 5. Düşürəm aşağı. YG BC-dən ağırdır. Həmişə nə deyirəm mən? Ağırlığı qorumaq üçün Y'nin albəci ağır qiyməti hansıdır? 6-dır. Yazıram Y'nin üzərinə 6. C'nin albəci ağır qiyməti hansıdır? 4-dür. Yazıram 4. 6, 4. Yerdə nə qaldı? 6-nı işlətdim, 4-ü işlətdim. 3 ilə 5 qaldı. Biri oldu 3, biri oldu 5. Düzdürmü? Bu arada Y'nin 6 olduğu dəqiqdir. C'nin də 4 olduğu dəqiqdir. Amma B ilə C'nin hansının 3, hansının 5 olduğunu bilmirik. Ona görə də bu da cəmi 10 edir. Cəmi 8-dir. 18-dən ağırdır. Bu dəqiqdir. Sual yaranır bilər. Mən 6-nı keçirim bura. Yəni bura yazım 6, 5-i yazım bura. Baxın 5-in 4-ün cəmi 9, 6-ın 3-ün cəmi 9. O halda bərabərlik yaranır. Buradan deyə bilərik ki, bu dediyimiz fikir sonuncu fikir doğru olmaz. Tapdığımız bu qədərdir. Keçirəm cavablara. B C-dən böyükdür. Çox B ilə C-nin qiymətini bilmirəm. Ona görə deyə bilmirəm B mi C-dən böyükdür, C mi B-dən böyükdür. Deyir ki, G C-dən böyükdür. Bilmirəm. Səbəb nədir? G-nin qiyməti 4-dür. C 4 yazaq. C 3 də ala bilər, C 5 də ala bilər. C 3 olsa bəli, G C-dən böyükdür. Bu haqlı çıxar. C 5 alsa artıq G C-dən kiçikdir. O zaman bu haqsız çıxar. Eyni ilə B variantı. G-nin qiyməti 4-dür. B-nin qiyməti 3-dür, 5-dir. B 3 olsa G böyükdür. Yox əgər B 5 olsa G kiçikdir. Gördük ki, nə fərqli fikir yarandı. Mütləq deyə bilmirəm, amma G B-dən böyükdür. Amma Y C-dən böyük. Niyə? Y-nin qiyməti 6-dır. C-nin də ən böyük qiyməti neçədir? 5-dir. Təbii ki, 6 5-dən hər zaman böyük. Ona görə Y C-dən hər zaman böyükdür. Doğru cavab Y və biz davam edirik. Bir anaqram sualı. Fincan, stəkan, nəlbəki, boşqab, məişət əşyası, pilləkən isə qalxmaq üçün vasitə. Yəni bir anaqram, sintaksis, fonetika, morfologiya, orfoqrafiya. Bunlar dilçiliyə aid terminlərdir. Trigonometriya isə riyaziyyata aid bir termindir. 31-ci sual. Bir futoşki, amma rahat futoşki. İstifadə edilən rəqəmlər 1, 2, 3, 4-dür. Dedi ki, 1 və 4-ü tapmaq rahatdır. Çünki 1 heç nədən böyük deyil, 4 heç nədən kiçik deyil. Məsələn, bu xana 1 ola bilməz, nədənsə böyükdür. Bu da 1 ola bilməz, nədənsə böyükdür. Bu ola bilər, bu xanada 1 ola bilməz, nədənsə böyükdür. O halda 1 buradadır. Sətrin 4-ünü tapaq. Bura 4 ola bilməz. Nədənsə kiçikdir, baxın. Burada 4 ola bilməz. Nədənsə kiçikdir. O halda 4 buradadır. Sətirdə 1 ilə 4 var. 2 yoxdur. Buraya yazıram 2, kiçikdir 3-dən. 3 nədən kiçikdir? Yalnız 4-dən. 2 nədən böyükdür? Yalnız 1-dən. Sətirdə 4 ilə 1 var. 2 yoxdur, 3 yoxdur. Buraya yazmalıyam 2, 2 kiçikdir 3-dən. İndi sütun boyu baxıram. Belə sütun boyu baxacağım. Sütunda 3, 4 var, 1, 2 yoxdur. Buraya yazıram 1, kiçikdir 2-dən. Sonra
Yenə üstün boyu baxıram. 2 bir var, 3 4 yoxdur. 3 kiçikdir 4-dən. Üstün boyu baxıram. 1 3 var, 2 4 yoxdur. 2 kiçikdir 4-dən. Sətrə fikir verin. 1 4 2 var, 3 yoxdur. 2 3 4 var, 1 yoxdur. Vəssalam. Bütün fitoşkunu doldurduq. ABCD ardıcıllığını düzək. Yazıram A, B, C, D. A neçədir? 2, B 1, C 3, D 4. 2 1 3 4 doğru cavabım zaten orada görünəcək. Davam edək digər sualına. 32-ci sual. Sualın şərtini oxuyaq, belə fikir nəticə çıxaracağıq. Bəzi bakteriyalar ölmüş heyvan və bitki qalıqları üzərində yaşayır. Həmin qalıqların üzvü maddələri ilə qidalanır. Bu bakteriyalar ölmüş heyvan və bitkiləri çürüdür. Əgər çürüdücü bakteriya olmasaydı, o zaman çürümə prosesi getməzdi. Yer kürəsi ölmüş heyvan və bitkilərin qalıqları ilə dolardı və yaşayış mümkün olmazdı. Bəzi bakteriyalar isə bitki, heyvan və insan orqanizmindən parazitlik edərək ağır xəstəliklər törədir. İnsanlarda vərəm, taun, difteriya, tetanus və başqa bir çox xəstəlik törədən bakteriyalardır. Xəstəliklər törədənlər məhz bakteriyalardır. Bakteriya xəstə, yoluxucu və təhlükəlidir. İlkin nə anladıq? Bakteriyalar hamısı zərərli deyil. Bəziləri faydalıdır, çünki orqanizmi çürüdür. Bəziləri zərərlidir. Parazit edib xəstəlik yaradır. İlkin anladığımız budur. Gəlin suallara baxaq. Çürümə prosesi çürücü iştirakı ilə gedir. Doğrudur. Der ki, şərt nə deyir mənə? Əgər çürücü bakteriya olmasaydı, o zaman çürümə prosesi getməzdi. Deməli, çürümənin baş verməsi üçün bakteriya olması mütləqdir bu cümləyə görə. Və bir mütləq doğrudur. Yoluxucu olmayan xəstəlikə bakteriya xəstəlik deyil. Diqqət edin. Şərt mənə deyildi. Bakteriyal xəstəlikə yoluxucudur. Demir ha, bütün bakteriya xəstəlikə yoluxucudur. Yaxud da ki, demir ki mənə, bütün yoluxucu xəstəliklər mənbəyi bakteriyalardır. Elə bir şey demir. Yoluxucu olmayan xəstəlik bakteriya xəstəlikdir. Xeyr, bəlkə də yoluxucu olmayan xəstəlik bakteriya xəstəlik. Nə bilik biz bunu? Şərt mənə belə bir şey vermirsə, mən iddia edə bilmərəm. Bütün xəstəlik türündən bax, xeyr. Gör nə deyir? Ağır xəstəliklər törədir. İnsanlarda vərəm, taun, difteriya, tetanus və bir çox başqa xəstəliklər. Demir ki, vərəm, taun, difteriya, tetanus və yerdə qalan bütün xəstəliklər bakteriya törədir demir. Bir çox başqa xəstəliklər bakteriya törədir deyir. Bir çox başqa xəstəlik demək, bütün xəstəliklər demək deyil. Bu da getdi. Zərərli orqanizmdir. Dedi ki, bakteriyaların bəziləri zərərlidir, bəziləri zərərsizdir. O görə mütləq doğru deyil. Doğru cavab olaraq yalnız bir. Bu da B variantında var. Beləcə fikir çıxara bildik buradan. Davam edək digərindən. Çox uzatmadan birbaşa cavaba keçelim sual içərisində. Birinci hərfinin kodu A-dır. Baxıram ki, 2 as var. İkinci hərfi O-dur. Deməli, O hərfindən başlayacağım. Sonra ikinci hərfi atdım. Baxıram ki, bir at var. Birinci hərfi K-dır. K ilə davam edəcəm. Üçüncü hərfin kodu da B-sı. Baxın, buralarda B-sı görmürəm. Üçüncünü boş saxlayıram, keçirəm dördüncüyə. 4Y var və 6Y görürəm buradan. Diqqət etsiniz, 6-cı hərfi Y-dir. Deməli, 4-cü hərf Y ilə olmalıdır. Şifrənin qaydası 3 dənə hərfin şifrəsini açdım. Cavaba baxın. Oxla başlasın. Getdi, getdi. Sonra 4-cü hərfi Y olsun. L-dır, getdi. A-dır, getdi. Qaldı B variantı. Deməli, doğru cavab oktyabr imiş. Hər birini tapmadan cavabı tapdıq. 34-cü sual. Bu sual çox üzrə birbaşa cavab deyəcəm. Sahəm metrin kvadratı, həcm metrin kubu. Baxın, bu iki ölçülü, bu da üç ölçülüdür. Birinci kiçik, yəni iki ölçülü gəlib, sonra böyük ölçülü, üç ölçülü gəlib. Deməli, aralarına məsafə nə qədərdir bəs? 1-dir. Onu nəzərə almayın. Uzunluq çəki. Uzunluq metrdir. Çəki metrin kubudur. Aralarına məsafə nə qədər? 2 qədərdir. Bu doğru olmaz. Yenə uzunluq metrdir. Həcm metrin kubudur. Aralarındakı məsafə 2-dir. Doğru olmaz. Uzunluq metr üstü 1-dir. Sahə metrin kvadratıdır. Baxın, aralarındakı məsafə üstü gəl 1-dir. Deməli, doğru cavab C-dir. Uzunluq, qalınlıq hər ikisi metrdir. Eynidir. Uzunluq, hündürlük hər ikisi metrdir. Eynidir deyə bunları heç müqayisə etmirəm. Gedirik 35-ci sual. Rahat sualdır. Birbaşa cavabı deyəcəm. Baxın, 6-dan 5 çıxıb 1 yazıb. Mən də 5-dən 3 çıxıb 2 yazdım. 6 ilə 5-in cəmi 11. 5 ilə 3-ün cəmi 8. 6-nı 2-yə vuracam 12. Məsələn, 4-ü 2-yə vurub 8, 2-ni 2-yə vurub 4, 5-i 2-yə vururam 10.
2, 810 var C variantında. Davam edək digərindən. Yenə rahat tərəflərin cəmi 3, 3, 0. Toplayıram nə edir? 6. 4, 0, 4, 0. Toplayanda nə edir? 8. Bir 8 uzaqlı lazım. Bu da var D variantında. Doğru cavab kimi bunu götürəcəm. 37-ci sual. Yuxarıların cəmi aşağıya bərabərdir. 4, 2, 8. Cəmi 14 verdi. 7, 3, 4. Cəmi 14 verdi. 1, 6, 8. 15 verdi. 4, 3, 8. 15 verdi. Eyni qayda 10, 6, 1. 17 verdi. 8 ilə 6-nın cəmi 14. 3 də burada olsa 17. Deməli, doğru cavab olur B variantı. Davam ediyor 38-ci sualına. Baxın, bu cür belə ortadan ikiyə bölür və sol hissəsini göstərir. Ortadan ikiyə böləcəm. Bölə bilmədim deyəsən. Belə bölək. Sol hissəsini göstərib. Bu da C variantında var. Çünki sol hissədə belə qalmaz, belə qalmaz, belə qalmaz. Bir dənə C-dəki kimi qaydaya ən oxşarı bu D-ni götürürük. 38-ci sual. İki dənə burada hərəkət var. Baxın, bu düz bucaqlı hər dəfə yuxarıya gedir. Deməli, növbət dəfə düzbucaqlı buralara gəlib çatmalıdır. A-dakı kimi. B-də yanlışdır. Çünki aşağısı yoxdur. C-dəki kimi, D-də yox, Y-dəki kimi. Və həmçinin bu xəttlər hər dəfə aşağıya düşür. Buradadırmı? Növbət dəfə burada görməliyəm xəttləri. Baxın beləcə. Aşağılara görməliyəm. A-da çox yuxarıda qalıb, C-də çox yuxarıda qalıb, lazım deyil. Amma Y-yə baxın, tam istədiyim yerdədir xəttlər. Deməli, Y mənim doğru cavabımdır. Davam edək digərindən 40-cı sualına. 40-42-ci suallara eyni tərəziyə aiddir baxaq. 1-dən 9-a kimi nömrələyək. Deməli, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. Mən əslində sizə dediyim qaydadan kənara çıxmışam. Bu tip tərəzini salmaqdan məqsədim açığı ilk öncə onu deyim ki, tərəziyə baxanda çox şey görmədim. Nə deyirlər onu? Yəni, dimin qaydalarına uyub uymadığını çox fikir vermədim. Sadəcə bir kitabda gördüm. Kitap yazmış ki din bu sualdan istifadə edib. Ona görə saldım ama daha sonra araşdırana baxdım ki din ümumiyyətlə belə bir tip sual istifadə etməyib. Yəni kitab sadəcə özünü reklam etsin deyə yazmış. Mən də biraz onu aldandım. Araşdırmamı saldım, sualdım. Mənim tələbə dediyim kimi din bir-birinə əlaqəsi olmayan tərəzi suallar salmır. Din həmişə elə tərəzi suallar salır ki, ən azı bir 4-5 dənə, 6 dənə fiquru biz əlaqə sayəsində tapa bilirik. Burada təəssüf ki, qiyməti özümüz verməliyik. Ona görə biraz yazmayanları başa düşürəm. Çünki işlədiyim tiplər deyildim. İşlətdiyim tiplər. Baxaq indi. Baxın, 3 dənə fiqur 6 dənə fiqurdan ağırdır. Bunlar neçə ola bilər? 7, 8, 9 ola bilər. Cəmi verdi mənə 24. 7, 8, 9 yazdımsa, bunları neçə yazdım? 1, 2, 3, 4, 5, 6 yazdım. Cəmi nə verdi? 21. 24 21-dən ağırdır. Gəlin 7 ilə 6-nın yerində yaşayın. Yəni bura yazım 6, 8, 9. Cəmi versin mənə 23. Burada yazım 1, 2, 3, 4, 5, 7. Cəmi nə verəcək? 10, 15, 22. 23 22-dən ağırdır. Bu o deməkdir ki, 8 ilə 9 bunlardan biridir. Amma bunlardan hansısa biri ya 7 ya 6'dır. Həmçinin 1, 2, 3, 4, 5 burada var. 6 və ya 7 burada da ola bilər. Bunun nə önəmi var? Sonra görəcəyik. Gəlirim bu tərəziyə baxıram. Bura çoxluq düzdürmü? Gəlin bura çox kimi yanaşaq. 2, 2, 2, 2. Deyəcəks müəllim, niyə 1 demədiniz? Gəlin 1 desək alınmayacaq. Çünki 3 dənə fiqur var. Baxın, biri bu fiquru, biri fiqur. Mən bura 1 desəm, çox kiçik qalacaq. Necə? 1, 1 etdi, 5 düzdürmü? Burada 2 desəm, edəcək nə qədər? 7. Mən, məsələn, 3, 3 yazsam, 1 yazmalıyım, məcburən. Başqa şansım yoxdur. Yaxud da ki, bir də oran pozum. Göstərim sizə. 1, 1 yazsam, 1 istifadə eləmiş olurum, düzdürmü? Demək, 1 istifadə eləmərəm. 2, 2 yazan mənəm, çünki 2-ni də istifadə eləmiş sayılıram. Ona görə də bu doğru olmaz. Ona görə 1, 1 yazsam çox aşağı qalır, məcburən 2, 2 yazırım. Amma buna 1 deyirəm. Nə edir? 10 dənə, bir də burada 11. Bura 11. İndi bura 3 yazıram. Etsin 6, bura 5. Baxın, şərtə dimin qaydalarına zidd bir tərəzidir. Çünki qiymətini özümə yazırım konkret olaraq. Qətiyyən heç şey düşünmürəm də.
Bunun əlaqəsi burada bu var idi. Burada belə bir şey olub demirəm. Özümdən qiymət yazıram. 2, 2, 1, 11, 3, 3, 5, 11. Qaraj buzağı neçə dedik? 3, 5 dedim buna. Buna demişik deməli 2, bu da 1. Cəmi verir mənə 11. Baxın, bunlar neçə olmalı? 11 olmalıdır. 5, 6 ola bilməz. Çünki 5 işlətdik. 9, 2 də ola bilməz. 2-ni işlətdik. 8, 3 də ola bilməz. 3-ü işlətdik. Məcbur nə olmalıdır? 4 və ya 7. İndi biz nəyə əmin olduq? Qara dairə ağuşbucaq 4, 7 dedim. Hər ikisi bu tərəfdə var. Deməli, bax, mən bununla gedəcəm. 1, 2, 3, 4, 5, 7 və bu tərəfdə 6, 8, 9. Artıq bunu unudaq. Çünki 4 ilə 7-ni buraya yazdım ki, cəmi 11 etsin, düzdürmü? Deməli, 7-ni mən burada işlətməliyəm, 6-nı burada. Bu dəqiqdir. İndi gəlirəm bura. Bu arada heç birini burada yazmayacağım bunu. Çünki tərəzi zaten özüm qiymət qoyub tapıram. Bunu yazmağın mənası qalır. Buna ne demişik? Hələ heç bir şey. Amma bunu bilirik ki 4'tür və ya 7'dir. Həmçinin bu 7'dir və ya 4'tür. Uşaqlar, bunlar bir-birinə bərabər olmalıdır. Bura 6 yazsam nə edəcək? 13. O halda bura 9 yazmalıyım. Yaza bilərəmmi? Hər ikisi bu tərəfdə qalıb. O halda buna 6 da yaza bilərəm. Buna 9 yaza bilərəm. Bu cür. Bir şey mi dəqiq mi? 8 nə oldu? Baxın, boz üçbucaq, hətta buradan qeyd edeyim. Boz üçbucaq neçə oldu? 8 oldu. Bu dəqiqdir. Niyə? Çünki bunlar 6 və 9 arası gedib gəlir. Buna məcburen 8 qalacaq öz yerində. 8 tapdıq. İndi keçelim suallarımıza. Buna bir 8 yazaq. Çünki onu qeyd eləmədik. Qara üçbucaq nəyə bərabərdir? Qara üçbucaq 3 yazmışam və şərtlər ödəyib deyə. Bu arada ödəməsə silib başdan yazmalıydım. Qara üçbucaq 3, Y variantını işarələdim. Bunların cəmi neçədir? Görək cəmi neçə olacaq? Biri 6'dır, biri 9'dur. Cəmi nə verəcək? 15. Yerlərin dəyişəni hər halda 15'dir. Mütləq doğru variant. Baxın, bu ya 9 idi ya da 6 idi. Amma bu 8 idi. Yadına qalın. 8 bundan böyük də ola bilər. 6 olsa böyükdür, 9 kiçikdir. Nə doğrudan nə yanlış. Bu neçə idi dedik? Mən yuxarıya baxaq, ən yaxşısı odur. Dəqiq bilmədik. Ya 7 ya 4. Əla. Aşağı gələk. Baxın, bu 8'dir. Bu da ya 4'tür ya da 7. 4 olsa da böyükdür, 7 olsa da böyükdür. Demək mütləq doğru D variantını işarələm. Bu 4'tür, 7'dir. Bu da eyni zamanda 7, 4'tür. Birbirinden böyük və kiçik bilmirik. Niyə? Çünki 4 olsa kiçikdir, 7 olsa böyükdür. Ona görə gedir. Bu 8'dir. Yox, 8 deyil, bir saniyə. Bu tapışıq ya 6'dır ya 9'dur. Bu da ya 9 ya 6'dır. Hansının böyük, hansının kiçik olduğunu bilmirik. Bunu tapmışıq 7 və ya 4. Bunu tapmışıq 6 və ya 9, düzdürmü? 9 olsa həm 4'dən həm 7'dən böyükdür. 6 olsa baxın 7'dən kiçik qalır. Sırf 6 7 məsələsinə görə bunun mütləq doğru olduğunu deyə bilmirəm. Bu da gedir. Qalır D variantı. Zaten cavabımız olduğu bəllidir. Davam edirik digərindən. 43-45 sayılı tapşırıqlar mətn yerinə yetirək. Yəni harda yazaq ki, bizim üçün faydalı olsun. Baxaq. Demək, biraz uzaqlaşdırsak görək uyğun olarmı? Yox. Yəni, məcburen belə oxuyub yazıyıq. Deməli, tərcümə, maliyyə, dizayn və kimya mühəndisliğinə təhsil alan deməli, tələbələr. Mən bu ixtisasları yazacağım əsas kimi tərcümə, maliyyə, sonra dizayn və kimya. 4 dənə ixtisasım var. Burada təhsil alma var. Orta akademik göstəricilər bunlardır. Tələbələr Fatimə İbrahim Əbdül Günay sabah qruplarına qəbul müsabiqəsində bunlar topladılar və test bal müsahib bal budur. Orta akademik göstəricisi ən yüksək olan tələbə kimya mühəndisliyinə təhsil alır. Orta 93 düzdürmü? Deməli kimya mühəndisliyini alan kimdirsə, orta akademiki 93'dür. Bunu qeyd edək. Dizayn ixtisası təhsil alan tələbənin orta ən azdır. Deməli dizaynda da 61'dir. Yazaq 61. Tapılır nədənsə. Test balları 6 olan tələbələrin orta akademik göstəriciləri fərqi 15'dir. Hansı arasında 15 var? 93, 78 düzdürmü? Bunu tapdıq. Başqa 15 varmı? Görmürəm hələ ki. Bu o deməkdir ki,
Test balları 56 olan. Müsahibə balı demirəm, test balı. Deməli, kimyada oxuyanın biri axı fərq 15 olan biri 93-dür. Deməli, kimyada oxuyan test balı nə qədərdir? Test balı yazıram bura. 56 test balı. 56-dır. Digər 78 buralardan birinə də alır. Yəqin ki. İbrahimin test balı onun müsahibə balı ilə tərcümə ixtisası ilə təhsil alan Fatmanın tərcümə üstə təhsil alan kimdir? Fatmadır. Bunu qeyd eləyək. Bu yaddan çıxmasın. İbrahimin test balı ilə onun müsahibə balı ilə e, Fatmanın müsahibə balının cəminə bərabərdir. Hə. İbrahimin test balı tərcümə ixtisas təhsil müsahibə balı ilə təhsil alan Fatimənin müsahibə balının cəminə bərabərdir. Görək hansı ola bilər? Yəni məsələn 22-nin 56-nın cəminə verir 78. Burada 78 yoxdur. 22-nin 36 var. Deməli cəmi bir 58. Buradan biz nəyi bildik? İbrahimin test balı ki, harda oxuduğunu bilmirik. Amma İbrahimin test balı nə qədərdir? 58-dir. 58 test balı. Bunu qeyd eləyək lazım olacaq. Deyir ki, İbrahimin test balı onun müsahibə balı ilə tərcümə Fatimənin müsahibə ballarının cəminə bərabərdir. İndi biz bax Fatimənin müsahibə balı ya 22 ya da 36-dır. Çünki İbrahimin həmçinin müsahibə balı ya 36 ya 22-dir. Dəqiq bilmirik, bunları saxlayaq. Düşək aşağı. Ən kiçik müsahibə balını qızlardan biri qazanıb. Deməli, qızlar kimdir? Fatimə, Əbdülibrahim, Günay. Daha qızlar Fatimənin Günayını üzrü sayın. Fatimə 22 qazanmaq şansı var. Deməli, belə deyim sizə. Fatimə deyək qızlardan biri ən kiçiyini toplayıb, düzdürmü? Bu Fatimə olduğu dəqiq məlumat. Niyə? Fatimə ya 22 ya 36, düzdürmü? Fatimə 36 alsa məsələn, digər qız kimdir? Günay. Günay da 22 toplamalıdır. Çünki ən kiçik qızların biri almalı mütləq ki. Bəs yaxşı İbrahim 36 22 almalıdır axı. İbrahimin əlindən 36 getdi, 22 getdi. İbrahim heç nə qalmadı. Artıq bilirik ki, Fatimənin müsahibə balı, yəni test edir müsahibə. Fatimənin müsahibə balı 22-dir. Yazaq müsahibə balı. Artıq İbrahimin müsahibə balı neçə qalır? 36. İbrahim görək haralara daxil olur. Saxlayacaq bilərik. Günay və maliyyə xüsusi təhsil alan tələbələrin müsahibə balları eynidir. Baxın, deməli Günay maliyyədə təhsil almır. Günay buraya yaza bilmərik. Tamam. Günay və maliyyə xüsusi təhsil alan tələbələrin müsahibə balları eynidir. Onlardan birinin müsahibə balı test balına bərabərdir. Müsahibə balı test balına bərabərdir. Bu 56 ola bilər. Görək. O D müsahibə test balına bərabərdir. Digərinin orta akademik göstərir test balı arasındakı fərq 33-dür. Orta akademiklə test balları 33 balına fərqlənir. Yalnız 77 və 44 var. Bunu nəzərə alaq ki, belədir. İlk öncə Günay deyim, belə deyim sizə. Nə deyək? Günay və maliyyə təhsil. Günay bildi ki, maliyyə deyil. Günayı mən buraya yaza bilmərəm. Günay burada yaza bilmərəm. Düzdürmü? Günay ya burada ya burada. İkisində ya dizayner ya kimyagərdir. İkisindən biridir. Günay və təhsil alan tələbələrin müsahibə balları eynidir. Yəni hər ikisi müsahibə balı ilə hər bir şey bilmirik onunla bağlı. Onlardan birinin müsahibə balı test balına bərabərdir. Deyək ki, müsahibə balı test balına bərabər, yəni 56-dır. Məsələn, Günay bura 56 müsahibə balı yazsam, test balı nə ola bilər? Tamam, bu mümkündür. Davam edək. Digərinin, deyək ki, birinin müsahibə balı test balına bərabər, digərinin orta akademik göstəricisi ilə test barəsi fərq 42 33. Deyək ki, bu 77 44-dür. Fatih Günay burada ola bilməz dedik və Günay və maliyyədən danışırıq. Biri maliyyə, biri Günay. Demək, bura baxan bilmərəm. 71 olmalı, düzdürmü? 77 olmalı. Mən 77-ni buraya yazmaq istəyirəm. Çünki Günay maliyyəyə uyğun gəlmirsə, deməli 77 bura gəlməlidir. Daha açıq deyim. Baxın, Günay tərcümə ola bilməz. Çünki Fatimə tutub. Tərcümə baxmayacaq. Biz müqayisə edirik axırıncı bölümdə, bu işarədə Günay və maliyyədə oxuyan. Düzdürmü?
Günay tərcüməyə gələ bilməzsə, məntiqən Günay və tərcüməyə baxıram. Günay və maliyyəyə baxıram, düzdürmü? Deyir ki, bunlardan birinin test balı ilə müsahibə balı eynidir. Yəni hər ikisi 56-dır. Çünki başqa test balı ilə ortaqlığı yoxdur. Test balı ilə müsahibə balı eyni, yəni ortaqdır. Yəni 56-dır. Və deyir ki, digərinin də test balı ortaq demək göstərir. Test balının fərqi 30 üstün. Bildik ki, yalnız 77 və 44 arasındakı fərq 33-ə bərabərdir. Düzdürmü? Məntiqən bunun neçədir test balı? Ortaq 60-93-dür. Demək 77-ni buraya yazan mənəm. 77-ni dizayner yazan mənəm. 61 yazmışam artıq. Mən günaydan bir də maliyyədən danışıram. Məntiqən bura yazan mənəm. Çünki nə günay var, nə maliyyə. O halda 77-ni maliyyə yazmalıyam. Deməli, maliyyədə oxuyan kimdirsə, bunun test balı nə qədərdir? 44-dür. Yəni fikrim bilmirəm, bəlkə dəqiq izah edə bilmədim yenə. 77-ni yazmağa yer axtarırdım. 77-ni dizayner yazan mənəm. Çünki 61 var artıq. 93 bura yazan mənəm. 93 var artıq. 77 məcbur bura gəlir. O halda bunun test balı olur 44. 44 test balı. Bayaq bir şey demişdik. Baxın bu məsələ. Test balları 56 olan orta akademik göstəriciləri arasında fərq 15-dir. Baxın, biri 93, digər 78-dir. Düzdür onu? Bayaq dedik onu. 90-cı bura yazdım. 60 bura, 77 bura. 78-i məcbur bura yazmalıyım. Başqa yer qalmır çünki. Dedi ki, bunların test balları 56-dır. Fatimənin test balını 56 tapdım. Diqqət edin. 56 test balını 2 dəfə işlətdim. 44-ü işlətdim. Yerdə nə qaldı? 58 test balı. Buraya yazım 58 test balı. Bu kimdə idi uşaqlar? İbrahimdə. İbrahimdə 36 müsahibə balı var idi. Onu qeyd eləyək. Və İbrahimi bura qeyd etdik artıq. Yerdə kim qaldı? Günay və Əbdül. Günay maliyyə ola bilməz ki, şərtə görə deyirəm ha. Deməli, Günay gəldi bura. Günayın da müsahibə balı 56-dır. Şərt mənə deyir ki, müsahibə balları eynidir. 22-ni işlətdim, 36-nı işlətdim. Baxın, 22, 36 işlənibsə, o halda bilin 56 işlənməyib də. Buraya yazıram 56 müsahibə balı və Əbdül də buraya yazıram. Əbdüldə də 56 müsahibə balı olacaq. 56 müsahibə balı görə doğrudurmu? Ha, doğru olacaq. Çünki 22-ni işlətdim, 36-nı işlətdim müsahibə ballarını. Bir dənə 56 boşda qalıb. Günay və bunlar bir-birinə eynidir. Hər ikisi 56 yazdım. Belə yazdım, indi suallara baxaq. Gör nələri doğru tapmışıq. Kimya mühəndisi ixtisasla təhsil alan tələbənin test balı nə qədərdir? Kimya təhsil tələbənin test balı 56-dır. Ona görə bu olacaq C variantı. 36-dan 56 kimi oxumamız qalsın. Əbdülün test balı və müsahibə balı nə qədərdir? Əbdülün test balı 44, müsahibə balı 56. Tapmışıq onu. 44 və 56 B variantında var. Əbdül, Fatimə nə deyir mənə bunların? Deyir ki, bunların artma səhiyyə düzün. Orta akademik göstəricilərim. Əbdülü tapmışıq. Bəzi yuxarı qalıb həvə enib qalxacağıq. Əbdül 77, Fatimə 78, İbrahim 61, Günay 93. Biraz ezbərlədik, görün necə olur. Əbdül 77 idi. Fatimə 78, Günay 93, İbrahim 61. Artma sayısı birinci 4 gələcək. Sonra Əbdül yəni 1 gələcək. Sonra Fatimə 2 gələcək. Sonra Günay 3 gələcək. 4, 1, 2, 3. Bu da var E variantı. Doğru cavab şimdi E və biz davam edirik öz yolumuza. 46. Bir aşağı operatör və tənlik halına gələm. X, Y. X'in yerinə A yazıram. Y-in yerinə 2 yazıram. Hesablayaq. X yəni A çıxılsın 5 vurulsun 2 üstə gəlinsin 8 bərabər nəyə 3-ə. A çıxılsın 10 üstə 8 bərabərdir 3-ə. A çıxılsın 2 bərabərdir 3. A da bərabərdir 5. Sual şərəsi 5. Cavabını tapmış oldum. 47-ci sual. Çox rahat. Baxın, müqayisə edilən birinci ilə üçüncünün. Hər ikisində 54, 45 var. Bura 9 yazıram. 9 dəfə 6, 54. 9 bura yazdım, axı bura da yazmalıyım. 9 dəfə 5-im 45. Bura 5'ti, bura 6. 5 dəfə 6, 30. Demək, hər şey doğrudur. 9, 6, 5. Cəmi nə verir mənə? Demək, 20 verəcək. Doğru cavab olacaq 20. 48-ci sual. Bir aşkar operator daha.
4, 2, 2, 4. A'nın yerine 4 yazıram. B'nin yerine 2. Düzdürmü? Yine A'nın yerine 4. B'nin yerine 2. 4, 2. Həlli burada deyildi. Buraya yazıram. A'nın yerine 4. B'nin yerine 2. Operatorun həlli burada var. A'nın yerine 4. B'nin yerine 2. Bərabərdir. A kvadrat yine 4'ün kvadratı. Üstə gəlinsin 2'nin kvadratı. Bərabər neçəyə? 16 üstə gəlinsin 4. Biləcək 20. Baxın 20 bunun cavabı. Aparıb yerine 20 yazıram. Ne olur? 20 üstə gəlinsin 1. Beraber 21. 21 bu operatorun cevabı. Aparıp yerine yazıram. 2 vurulsun 21 üstə gəlinsin 4. 2'ni 21'e vuranda 42. Üstüne 4 gələndə 46. Doğru cevabım olacak 46. Ama 46 bu mötərizənin cevabıdır. Şu rəqəmlərə fikir verin. 2, 4. 4, 2, 2 nə fərqi var ki? Cəmdir deyə hamısı fərq falan yoxdur ya. Çox işimə yaramır əslində. Yerini yazıb qoymaq. Bunları hesaplasam eyni şey olacak. Yani 46 olacak. 46 ile 46'ın cəmi verir 92. Məsələn, cavabı hesablayın. Çünki toplanan yerdə cəm dəyişməz deyə çox mən aşağı yuxarı baxmıram. 49-cu sual rahat bir sualdır. 22'ni 2'ye bölürəm, qalıq qalmır deyəsən yazılmış. 15'i 2'ye bölünür, 7 düşür, qalıq 1 yazır. 45'i 2'ye bölünür, 22 düşür, qalığa 1 yazır. Suala gəlsəm, 45'i 6'ya böləndə 7 düşəcək, qalıq qalacaq 3. Deməli cavabım 3 olmalıdır. Yani biz xanalarda qalıqlar yazmalıyıq. Cavab 3 işarə eləyək. Davam edirik və Futoşka ilə və maraqlı bir sualdır. İzahında maraqlıdır. İlk öncə burada 1, 2, 3, 4, 5 yazmalıyıq, onu əzbərləyək. Xanalarda 1 və 5 tapmaq rahatdır. Çünki 1 heç nədən böyük deyil, 5 heç nədən kiçik deyil. Bura 1 ola bilməz, nədənsə böyük. Bura ola bilər. 1 ola bilməz, nədənsə böyük. 1 ola bilməz, nədənsə böyük. 1 ola bilər. Deməli, bu ikisi 1 ola bilər. 5 axtaraq. 5 ola bilər, hər şeydən böyük. 5 ola bilməz, nədənsə kiçikdir. 5 ola bilməz, 5 ola bilər, 5 ola bilməz. Deməli, aynı anda 5 ola bilər. Baxıram bura. Baxın bu deməli 1 ola bilməz, nədənsə böyükdür. 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 O halda 1 oldu buram. 5 axtarsaq, 5 ola bilməz, nədənsə kiçikdir. 5 ola bilməz, nədənsə kiçikdir. 5 ola bilməz, nədənsə kiçikdir. O halda 5 bura qalır. Bu sətirdə nə qaldı? 1, 5 yazdım. 2, 3, 4 qaldı. Baxın, bura 4 mü yazarım? Həm buradakı xanadan böyük, həm də buradakı xanadan böyük. Düzdürmü? Bura 2 yazsam, bura 3 yazsam şərt ödənər. Düzdür? Yəni yazmaq dəqiq olaraq. Çünki bilmirəm dəqiq nədir. Keçirəm bu tərəfə. 4'dən böyük nə var? 5 var, düzdürmü? Buraya yazmalıyam 5. Tamam, güzel. Bu arada mən bir zəncir gördüm. Zənciri tez yazım. Baxın 1 kiçikdir 2'dən, kiçikdir 3'dən, kiçikdir 4'dən, kiçikdir 5'dən. Zənciri yazdıq. Gözəl. Davam edək indi. Burada 1 axtaraq. Bura 1 yaza bilərəmmi? Bəli, bilərəm hələ ki. Sonra bura 1 yaza bilmərəm. Çünki nədənsə böyükdür. Bura 1 yazamıram, nədənsə böyükdür. Bura 1 yazdım. Sətirdə nə qaldı? 2, 3. 2 kiçikdir 3'dən. Sonra baxıram bura. Bura 1 ola bilməz. Üstündə var. 1 ola bilməz. Çünki üstündə var artıq. Düzdürmü? Sonra bura 1 ola bilməz. Üstündə var. O halda 1 buradaymış. Sonra hansını tapa bilərik? İndi gəlin y-ni tapaq. 1 var y 1, 3, 5 ola bilməz. Çünki üstündə var. Y 2 də ola bilməz. Sətirdə var. O halda y məcburən 4 olmalıdır. Əla. Buralara nə yazmalıyam? Bura deməli 2'dən böyük nə var? 3, 4, 5. Bura 5 yaza bilmərəm. Çünki üstündə var. Ya 3 yazmalıyam ya 4. İndi bura nə yaza bilərəm? Baxaq görə 1'dən böyük nə var? 2 və 3. Bura 2 yazmağım dəqiq. Çünki sətrə baxın. 4, 3, 1, 5 var, 2 yoxdur. Birdən böyük var, 2, 3, 4, 5 düzdürmü? Bura 2 yaza bilmərəm. Çünki üstündə var. Digərlərinə baxaq ki, necə olacaq. İndi yəqin ki, özümdən bir şey yazdım. Onu yoxlamaya çalışaq. 2'dən böyük var, 3'dən 4 düzdürmü? Bura yazıram. Deməli 3. 1, 3, 5 qaldı. Yazmalıyam neçə? 2 və 4. Bura 2 yazıram. 2 kiçikdir 4'dən. Tamam. Sonra burada deməli bura baxıram. 1, 2, 4 var. 3 ilə 5 yox. Bura 3 yaza bilmirəm. Çünki üstündə var. Deməli bura 5 yazmalıyam. O halda burada 3 yazmalıyam. Ardıcıllıq pozulmur ki, yəni təkrarlanma baş vermirsə doğrudur.
Məsələn, bunu belə yazıq getdi. Məsələn, mən bura 4 yazsaydım, özümü yoxlayıram. Bura bir 4 yazsam, məsələn, bura olardı 2 yenə, bura olardı 3. Düzdür, belə yazdıq. Burada 1, 2, məsələn, buranın 5 olması dəqiqdir. Hə. Heç uşaq, mən bəxt bir şey etdim. Gəlin o işə başvurmayaq. Hani dedim, bura 3 sözümdən yazdım. Gəlin özümdən yazmayayım. Elə qayda ilə tapılan bir yeri var. Oradan tapaq daha məntiqli olsun. Cavabımız doğru yəqin ki. Necə? 4 nədən kiçikdir? Yalnız 5-dən. Sətirə baxın. 1, 2, 5, 4 var. 3 yoxdur. İndi mən nə yazmalıyam? Bura 3 yaza bilərəm. Yox. Çünki üstündə var. Bura 3 yaza bilərəm. Saxlayayım. Bura 3 yaza bilərəm. Deməli, yaza bilərəm. 5, 1, 2 ya 3 yazmalıyam ya 4. Deməli, 4 yazsam problem baş verərmi görək. Bura 4 yazdım, düzdürmü? İndi bura 4 yazsam, bura mən 2 yazmalıyam, bura 3 yazmalıyam, məcburən. Amma bura 3 yaza bilmərəm. Çünki üstündə var. Deməli, 4 yazmağım problem yaradır. Heç özümdən yazmıram, amma yoxlayıram, yanılıram sadəcə. 4 yazmağım problem yaradır. Bura yazmalıyam, məcburən 3. O hala bura olur 2, 2x 4-də. Məsələn, hər bir şey, əslində cavabı tapmışam da sadəcə Doşkum doldurmaya çalışırım. A, B, C, D-yə arıcalanan. Gəlin yazaq. A, B. Hə, ABCD-yə arıcılığı deyir uşaq. Mən burada uyğunluğun müəyyənini yazmışam. Yəni sualı bu şərtini nəzərə düşünməyin. Uyğunluğun müəyyənini yazmışam. Birə nə uyğun gəlir? Biraz çaktırıq olan budur. Çünki normalda şərt bu cürdür. Mən bu şərti silmək yadımdan çıxıb. Uyğunluğun müəyyənini yazıb. Baxın, müəyyən. Bir neçədir? Bir B-dir. Ona görə 1-ə B-ni işarələməliyəm. Bu cür. 2 nədir? 2, 3 yazmışam da bura. 2-ni tapmışam neçəm? C. Düzdürmü? 2-yə C-ni işarələməliyəm. 3 nədir? A-dır. 3-ə də A-nı işarələməliyim. Baxın bu cür. Sadəcə yerlərini dəyişim çox qarışıq olsun. Biraz bu da deyəsin çox qarışıq olub həqiqətən. Belə. Ümumi izah bu qədər. Diqqətinizə təşəkkür edirəm. Ümid edirəm ki, sizlər üçün faydalı oldu. Növbəti sənəxlarda görüşənədək.